Zəfər paradının ilk kolonu yaxınlaşır. Kolona rəhbərlik eləyir İsrail istehsalı Sandkat zirehli döyüş maşınları. Sandkat yüksək keçicilik qabiliyyətinə malik 7.62 mm'lik zirehə qarşı müdafiə olunan, güllələrə qarşı müdafiəsi olan yüksək keçiciliyə malik çox funksiyalı zirehli döyüş maşınları. Müxtəlif modullar montaj oluna bilir bu döyüş maşınlarına. Həm müxtəlif atıcı silahlar, eyni zamanda müxtəlif kəşfiyyat cihazları əlavə oluna bilir. Hal-hazırda biz həmin maşınların üzərində gördüyünüz kimi zenit pulemyotlarını görürük. 120 mm'lik saniye minatanları, öz yeriyən minatanlar Azərbaycan ordusunun silahlanmasında yer alan və gördüyünüz kimi xüsusi tənaqlı qüvvələrimizin xüsusi keçicilik qabiliyyətinə malik döyüş maşınları. Azərbaycanın milli istehsalı Vaşak. Növbəti Kobra Türkiye istehsalı olan yeni modifikasiya Kobra 2 hərbi tibbi yardım maşınları və Dövlət Sərhəd Xidmətinin Land Rover, çox funksiyalı Land Rover xüsusi tənaqlı qüvvələr üçün nəzərdə tutulan maşınları. İndi isə yaxınlaşır Kobralar. Dövlət Sərhəd Xidmətinin silahlanmasında yer alan Kobra döyüş maşınları, zirehli transportörlər 6 nəfərdən çox canlı qüvvə daşıya bilir. Yaxınlaşır Azərbaycanın motatıcı bölmələrinin silahlanmasında yer alan BTR 82A zirehli transportörlər. BTR 82A 2A62 zenit topları ilə təchiz olunub, 30 mm'lik toplarla təchiz olunub. Yaxınlaşır piyadanın döyüş maşınları. BMP-3 piyadanın döyüş maşınları. Yüksək keçicilik qabiliyyətinə malik olan bu döyüş maşınları 2020-ci ilin vətən müharibəsində geniş istifadə olunub. Çoxlu sayda canlı qüvvə daşıya bilir. Azərbaycanın milli imkanlarla modifikasiya elədiyi T-72 MBT tankları. T-72 MBT tanklarını görürsünüz Azərbaycanın milli modifikasiyası. Milli imkanlarla modifikasiya eləmiş kompozit zireh əlavə olunub. Pualardan müdafiə, dəmir ekran çox funksiyalaşdırılmış. T-90S Azərbaycanın 3-cü nəsil ən müasir döyüş tankları. T-90S 2-ci Qarabağ müharibəsində geniş istifadə olunub. T-90S tankları özünü doğruldub. T-90S tankları 4 kilometrdən yuxarı məsafədə düşmən hədəflərini məhv eləməyə qadirdir. Hava hücumundan müdafiə qoşunları S-125 zenit raket komplekslərimiz. S-125 zenit raket kompleksləri Azərbaycanda modifikasiya olunaraq